Yeni bir gündən hər kəsə salam, kanalıma, videoma xoş gəlmisiniz. Bugün istədim bu gözəlliklərlə açım, gözünüz, könlünüz açılsın gülünün tortlarından. Deməli qızlar, ayın 9-u axşamdır, rayondayıq, qəşəng yağış yağdı, bir də necə deyirlər, şıdırğı. İndi də biraz yağış dayanıb, bəlkə də arxadan səsi gəlir. Dediyim elə bu gözəl sərin havada hamı yatıb, mən də oturum, videolarımı montaj edeyim. Siz də inşallah bəyənərək izləyərsiniz. Bugün Banu'nun doğum günüdür. Banu'nun doğum günü. Oraya koyma. Ayılmışıq. Başlamışıq hazırlıqlara. Elə. Bu nədir? Endir kim verdi? Yerciz verdi. Mamacılar getdi. Mamacılar getdi. Eşiyə getdilər. Kapını örtü. Kapını sən örtdün. Sən örtdün? Aferin sən. Sən ağıllı qızsan. Çox ağıllısan. Nə? Qəşəksən. Az yaxşı bəstəcərək. Uşaqlarım yenə yatır. Ben de Banu'ya peydi verdik. Stalçının şeylərini təmizləyirəm. Banu'nun tortunu da çəkmişdim sizə. Ama getdik həyətdən cücə tutmağa. Mən də tez bunları hazırlayım. Səhər-səhərdir. Havada qəşəkdir. Düzdür gün çıxır o yandan. Amma qəşəkdir hələ ki. Başlayaq günümüzə. Bu nədir? Tut ağacı üzüm gətirib. Kim atıb bunları bile? Qardaşım cildə getdilər, bir iki bacarlıq lazımdır. Karı koca onları almağa. Mən də davam edeyim işimə. Niyə? Qoy mən gelincəm. Şimdi bilmiyorum ama Oralarda. temizlemek lazım. Biberlərin içini mən tuzlamışam. Nə var lazım? Kesin onu soruşum. Bakın teze doldurdum ha Murat. Qadıncan da tuzlamışam. Biberdə. Hayta. Bir tane ot çalanda armudun dibindən bir armud. Yiyip kalan budur. Ay size de kurban oldum bir de. Evvel de verdim isteme. Evvel de verdim isteme. Sen ne şey? Ne varsa? Değil. Bir dənə indi sən oraya getmə, yeni dondurma. Git. Çox fırlamadan, yuxarıdan tutaraqsan çəkirsən. Ay, sağ ol. Belə. Size doldurak mı? Doldurabilirsiniz. Gəlin, başqa işiniz yoxsa gəlin doldurun. Başka iş. İstəyirsiniz təkcə doldurun, başqa işiniz. Ben de bulup tekin olmuşum. Dede. Ben de bulup tekin olmuşum. Ay Nergis dayan. Soğan. Ətə soğan vurulmayıb ki. Yok. Niyə? Bu çəkəndə vurulur axı. Çəkməyiblər. Bir dənəsini Əvvəllər doldurun. bitəcək. Tamam, yaxşı yerdə. Ha açacak yok. İşiniz yaxşıdır, soğan soyuyorsunuz. Güney orada toyuq yolur, toyuq. Biz ağlayanda siz biləcəksiniz sandım. Siz soğanla ağlayın. Ayıqonun üstünün tüklərini bir təmizləmək də çətindir. Nə? Bizə bir bana çatdı. Cücələr də balacadır. Qarı bir dənə də qarı olmasa vapşə olardı. Soğansız dolma pişirirdik. Geçmiş kurtar Bir şey ağlattı. Yaxşı, su qoyun da, hani tası 5 dənə soğanı ötürük. Kaça kaç. bəlkə elədiniz. Güya indi kişilər də ad gününə hazırlaşır da. Kimdir? Heç kim. Mən deyirəm. Biz iş görürük, bunlar çay çiftabını oynayırlar. Kimliğe geleceğim. Güya indi ad gününə hazırlaşırlar. Bu həyatda kişi olmaq var idi. Elə Gülnar. Deməli, Banu'nun ad gününü bugün qeyd edirik. Gülün kaktusuna. Baxın, nə gözəl olub. Qabla birdir, maşallah olsun. Bilirsiniz də, rayon yerində belə olur. Bütün çəkələklər hamısı bir-birinə qarışıb. Hamı getdi istirahətə, dincəlməyə. Günorta rayonda bir mənalı olaraq hamı istirahət edir. Axşam oturulur, doğum günləri axşam keçirilir. Burada da yenə özdə axşam nə vaxt axşam? Saat 9-a zada hamı malını, heyvanını yerləşdirib gələndən sonra onu da hazır olur hamı. Otururlar ad gününə saat 9-da. Ben de bağlayayım. Hamı yatıb. Bir mənim uşaqlarım ayıqdır. Bir də mən ayığam. Çünki biz günortalar yatmırıq. Ben de düşdüm həyətə. Videonu montaj edeyim sizin üçün. Görüm sabah video yerləşdirə bilirəmmi? Yuxum gəlmir günorta. Lap o yanda da
qazlarımız var. Navesin altında oturulacaq deyə buralarda qəşəng suladıq, yuduq, təmizlədik, həm sərinləşdi, həm də ki tərtəmiz oldu. Reklamla pauza. Çox yaşa. Kişilər yenə əziyyət çəkirlər ad günü üçün, oturub orada damını vururlar. Nə veclərinə. Banu. Yox, çəkirəklərini soyun ilə çıxma. Burada da bir dənə Rapunzel var. Buralardan, bu çəkilişlərdən mənim xəbərim olmayıb. Mən salat doğrayıram, gördüyünüz kimi. Bacım burada mənə kameramanlıq edir. Götürüb xanımlar üçün tərəf çəkib, təşəkkürlər bacım, yaxşı baxıram. Daha doğrusu bunları bacım çəkib kim harada, nə edir, ad günü üçün, kimlər işləyib, kimlər boş oturub. Hamısını kameraman çəkibdir. Atatürk boş oturub. Damını oynayırlar sərinlikdə, ağaçların altında. Bu arada bacım görüb ki, ördəklər qazlar qapıya dolur. Elə mətəndərlik gedib onları da çəkibdir. Amma kadrlar qəşəng alıb, məndən yaxşı çəkib. Bu da bizim qızlarımız, nazlarımızdır. Birləşiblər burada həyətdə özləri üçün, daha doğrusu məhəllədə özləri üçün gəzirlər. Burada bacım nə çəkibdir? Baxaq görək burada nə var. Hətta deyirdi kadrlara filan şeyə, filan şeyə. Qurbağa var burada. Qurbağanı çəkibdir. Açılışı deyirdi bu qurbağa ilə eləyərsən. Adam çıktı tepene, tepene yanışı, yumurtanın şırışı. Çiğ bum bum bum, çiğ. Banu. Banu qoy sənin donunu çəkim. Nə gözəl. Niyə çəkməyim ki? Hara gedim? Qoy çəkim, qəşəng olubsan. Yox, çəkmək istəyirəm. Olmaz. Nə gözəl olub bu qız. Qızlar kamera çəkir, ağzınızı dayandırın, güya siz yemək yeməsiniz. Salam dostlar. Danış, keçdim bu yana. Salam dostlar. Aha. 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 Paylaşın, bir daha paylaşın. Yorum yazın. Aha. Aha. Haydi selam. Muradımın gözü bir sarı vuruptu. Sevdərinizdəki insanlarla paylaşın. Haydi. Əməlli baştabına yığdılar mənə. Ayağım məşğuldur. Gəl qaşlarını qaldırıb belə bilir. Nuş olsun sizə. Sağ olun, sağ olun. Murad, əlini vurma, ömrüm, əlini vurma. Ana Banu. Gel ne yiyirsən. Evet. Biz de buraya bakın. Ne qalıb? Bir de bir şeyler. Ona bak alayım bak. Maşallah. Bir de. Aç biraz sen istiyor. Ben böyle bir. Fır ay. Aman. Şu görünmedi. Daha ondan tuttun aslında. Növbəti gündən salam. Bu arada təbrik yazan hər kəs üçün indidən deyim, çox sağ olun, Allah razı olsun. Kənd həyatına davam edirik. Mamanın cücələri xəstələnib, onları bir-bir ata ilə Murad tutub gətirir. Mama da iynələyir. Banu ilə mən də gəlmişik baxmaq ki, görək nə edirlər cücələrə. Səhər-səhərdir. Cücələrin damının qapısını açmamış, bir-bir damına yığıb gətirib, hamısını iynələyib buraxırlar ki, xəstəlik öldürməsin. Yazıq cücə.
Cücədən də qan axır. Üstür səsi çıxdı mı? Səhər gəldim bağa, biraz moruq yeyək. Heyvanın yarpağının böyüklüyünə bax. Cıt. Moruğu yeyən yoxdur. Bacım yazıb ki, moruğu elə ye, onlar da qurd olur. Belə olanda atam deyir, bala niyə yeyib israf edirsiniz? Ətlidir da, yeyin, ətli moruqlardır. İndi nətər gəldi, yedim, yeməmiş. Nə arım? Oraya yellədim. Yellənmək istəyirsən? Hə, yaxşı. Ayaqlarını qaldır, gəldim yellətməyə. Gözlə. Qorxmursan ki, yellənəndə? Qorxursan mı? Yellədin mi yenə? Yox da, yellətməyim. Nə qarır? Qoyulur. Niyə qoyulur? Oy, hoppandın. Aferin sana. Aferin. Hə, gedək. Qoy ispat olsun, bax, yolublar. Hə, qonşun göyəlsin, yolub gətirsin. Baxın, bir hansı göyəldi heç olmasa. Baxın. Bu da yolu, vallahla. Onlar da istəsən. Çal. Naci daha çaldı. Ay sağ ol. Hə. Kiminki çaldı onu? Şey var, o sizin işimdə. Prosta mən çaldım. Oğlum, proje bir dəqiqə çaldı. Var mı? Vurub da. Daha nə vursun? Daha nə vursun? Ayıdım. Hardadır balığınız? Bu yazıq təkdir. Hara gizlənsən? Ay Murat, bu təkdir elə, bizə də nədir? Nə yeyir bu bunun içində yazıq? Bunun içində. Hey, aç qalır. Yazıq, qoyla gəlsin oradan bəri. Burada da mən varam deyən gəlmədi. Orada ev Çaldı mı? Bayağı ortada dayandı. Baxın, çəkər. Limon. Niye? Qoy limon verim. Lan yavaş. Yine acıdır. Ne sesli? Koltuğu gibi təkcə parmağımla. Sağ olsun, yürü gətirdi, həyət sərin idi. Stol qoydu, stolları daşıdıq. Qəşək buraları təmizlədik, oturduq, çay içirik. Yayda deyirəm, tək millətlikdə bu istidə qaynar çay içən. Qəşək gedir amma. Uşaqlar da burada oturub özləri üçün oynayır. Vurmasın, bu da puldur. Mənim başıma allatma. Davay get, pul gətir, çayı iç. Bu hələ buna. O puldur. Mənim başıma alladıysan. İstəmirəm. Yox da. Kərəm olmaz elə. Dağıtdı. Köklərindən götürdü öz. Danış qoyun. Aynen 29'dan çok olmaz mı burada? Havaları öz qohumlar kimi götürmüşsən, çox gördülər, bilmirəm, amma nə etsən ki, mənə Dava qızlar o qədər olmur ki. mən şeydən, öz yaşımdakı 80 kilolarını götürmüşəm. Tərtəmiz. Gəzmək havasıdır. Evet. Tam gözmək. Ağzına birdən alma da. Adam qorxur. Hə. Dişdəyi. Hə, ya da keç yemə, lazım deyil. At getsin. Nəciz, həmən için mən o şeydim. Beğendim adını. Nədir? Bunun adını ayırdım. Nə bilim, onun adı bilmirəm. Göyəlidir. Qarəli. Xatın barmağı. Qorəli. Hə? Bu göy. Göyü tayıdır. Anneciğim, ben Ha. o qarəli yox, sevdiğim o normal söz. Qorəli. Qorəli deyirəm. Qarəli.
Axşamüstü hava sərinləşdikdən sonra çıxdıq məhəlləyə gəzməyə. Həyət istidir, dedik biraz buralarda gəzək. Hə, deməli biz məktəb qutarana yaxın dedilər ki, bəs Almaniyanın projesi var, gəlib burada məktəb tikməlidir, nəsə eləməlidir. Gözlədik ki, bəlkə gəlib tikələr. Gələcəniz. İndi bərçıq. Amma gəlib tikən olmadı. İndi biraz sonra gidik onlarda çəkib biz balaca yerlərdə oxumuşuq. İstəyirsən keçib bu tərəfə. Çəkmişsin keçəni. Bizdən sonra da ki qəşəng məktəb hazırladılar. Nəmişə deyirəm, ay nəmiş məktəbə nə edirəm deyir. Lazım idi, heç hazırlamasınlar. Biz oxumayanda sonra Düz qışlaq kənd məktəbi. Qoyunlar. Çox sakit ol. Qoyundan qorxuram. Qoyunun nəyindən qorxursan? Şəhərlisənmi? Özü bu tərəfə girəcək hala. İnək də var. Qırmaq istəyirəm. Aha. Asəfin qoyunları. Heç nə kənarla gedirik. Qoyunlar. Sırdan ayrıldı. Xalamın kitabxanası açıq olsa girib bunun içinə baxardıq. Harasa? Yuxarı mı? Yəqin adam var da. Ay, yuxarı nədir bu sakinlər? İdarədir da. Yuxarı da elə bilirik kitabxana aşağı idi. Yox. Yox, Nə aşağı danışırsan? Hə, göyə tut. Yerə tut, yerə tut. Sel gedir, sel. Görürsən, seldir. Göy gürüldüyür. Hara gedir? Ha, sən? Bəsdir. Buralar amma su oldu. Bu tərəfdə sudur. İstər-istəməz vurur balkondan. Hamı yatıbdı. Yenə bir dənə mən qalmışam. Mən və cırcıramalar. Yəqin ki, səslər gəlir. Qışıq sərin havadır. İnansız adam burada üşüyür. Oturanda üşüyür. Səhərlər, bir də axşamlar rayonda sərin olur. Dağ ətəyidir deyə. Belə. Baxdım ki, yenə bağlama videosu yoxdur. Dedim, bir kapanışı da eləyək. Banu üçün bilirəm, hamınız yazacaqsınız, təbrik edəcəksiniz. Çox sağ olun. Bir dənə maşallahınızı da alaram. Banumuz yekələnibdir. Siz də yazısınız. Maşallah olsun. Dil danışır. Hamımızı dilinlə yeyir. Belə xanımlar, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə bəyənməyi, rəy yazmağı, çiçəkdən, böcəkdən bir şeylər buraxmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Hələlik yeni videolarda inşallah görüşərik.